Neçə cür deyirlər infaq etmək var. Quran-ı Kərimdə demək olar ki, hər yerdəki namazdan danışıb böyründə bir dənə deyib ki, və ənfiqu, əqimus salat və atuz zəkat. Neyniyin? Namazı qılın və zəkatı verin. Bu infaq etmək, yəni Allah yolunda xərcləmək, neçə cür Allah yolunda xərcləmək var. Birincisi vacibdir. Sən gərək bunu neyniyəsən? Xərcləyəsən, bunu eləyəsən. O vaciblərdən olan məsələn xums. Xums nədir? Elə bir infaqdır ki, vacibdir boynunda. Zəkat. Zəkatın fitrəsi var. Fitrə zəkatı o bayram gecəsində, fitr bayramı gecəsində çıxartırıq. O vacibdir. İndi elə adamlar var ki, vacib deyil, işim ondan yox. Elə infaq var ki, vacibdir, xumusdur, zəkatdır, fitrədir, fidyədir, fidyə. Bu vacibi infaq dəstəsinə aiddir. Fidyə o adamdır ki, məsələn, oruç tuta bilməyib, xəstədir, gələn Ramazana qədər orucunu tutmalıdır, sağalsa, birdən sağalmasa, qəza götürülür boynundan, amma fidyə verməlidir. Hər günə 750 qram təam. Un olsun, düyü olsun, xurma olsun, hansından istəyir hesablasın. Məsələn, süd verən anıya aiddir bu fidyə. Və yaxud da vacib infaq, kişinin öz xanımına, həyat yoldaşına onun tələbatını ödəmək, onun yeməyini almaq, içməyini almaq, palın-paltarını almaq, bunlar vacib infaqdır. Müstəhəbb infaq var. Müstəhəbb infaq yəni sədəqə. Birinə kömək eləmək, yetimə kömək eləmək, fəqirə kömək eləmək, hədiyyə vermək, o da müstəhəbb infaq sayılır. Bir dənə də infaq növü var, haram infaq diyor. İnfaqdır, amma haramdır. Adı çox qəribədir ya. Haram infaq. O hansı infaqdır? Qəsb olunmuş malla Allah yolunda xərcləyirsən. Kişinin oğlu ehsan eləyir, amma o pul nədir? Qəsbi puldur, haram puldur, başqasının puludur, rüşvətdir, nə bilim, hər nədən, nə bilim, topazdan oynayıb, qumar kimi udub, məsələn, bir 1000 manat deyib, 200-ün xərcləyim, 800-ü halal olsun, belə də, yəni bunlar, o şey ki, sən haramdan qazanmısan, infaq eləyirsən, o necə qazanmısan, o haramdır, infaqın da nədir? Haramdır. İnfaqın niyə haramdır? Çünki başqasına haram mal yedizdirirsən. Bir də var məkruh infaq. İnfaqdır, amma bəyənilmir. Yaxşı deyil. O nədir? Özününki ola-ola, fəqir ola-ola aparıb başqasına verəsən. Öz ailəndə üzr istəyirəm, qohumunda, əqrabonda, nə bilim, qonşunda fəqir var, o qalıb, aparıb başqasına verirsən. Hə, indi buna da verirsən, ona da verirsən, o başqa. Amma bu qala-qala başqasına verirsən, bu infaqdır, amma bunu şəriət bəyənmir. Buyurur ki, birinci, özüvünkü olsun, qohum əqraba olsun, qonşu olsun. Bir də var ən üstün infaq ki, da bundan yoxdur. O nədir? Buyurur, sevdiyindən infaq eləmək. Lən tənalul birrə həttə tunfiqu mimma tuhibbun. İstəyirsiniz, yaxşılıq deyilən məqama çatasınız, sevdiyinizdən infaq eləyin. Hətta qurbanlığı da alanda biraz kökündən alın, nə bilim, yaxşısından olsun, biraz gözəgəlimlik olsun. Belə də harda da əyərəsi var, ondan olmasın. Hətta buyururlar, alanda da alıcı ilə çox belə çənəboğaz olma, qiyməti barəsində, Allah yolunda infaq eləyirsən də, qoy yaxşısından olsun, qoy biraz hörmətli olsun, qiymətli olsun, belə ehsan elə. Lən tək indi bu qurban bayramındakı qurbanlıqlara aid deyir, ha? Ümumiyyətlə infaqa aiddir ki, Həzrəti Fatimə-i Zəhra salamullahi aleyha neçə gün bundan qabaq Həzrəti Əli aleyhissalamla evləndiyi bir gündür. Həzrəti Fatimə-i Zəhra elə toy gecəsində toy paltarını çıxartır, qapıya gələn bir dənə fəqirə verir, özü gündəlik adi paltarda ər evinə köçür. Bu Həzrəti Fatimə-i Zəhranın həyatında ən gözəl nümunədir. Hətta soruşurlar ki, xanım, elə verməyə qalsa bu paltardan da verərdin də. Deyir, yox, ayənin istəyirəm hökmünə əməl edeyim. Ayə buyurur, sevdiyinizdən verməyincə yaxşılığa çatmayacaqsınız. Mən yaxşılığa çatmaq üçün gərək ən yaxşısından vereyim, sevdiyimdən vereyim.